Göstərmək istəyirəm ki, ayın 27-si, noyabrın 27-sində oynadığım tamaşadan sonra baxın, məhz bu mehriban xanlar var, amma söz vermişəm ki, özümü ağlamayacağım. Alqışlar eşitdiniz. Mən burada böyük rol oynamıram, balaca rol oynayıram, Zöhrə rol oynayıram. Bunu sizə verəcəm, xahiş edirəm paylaşarsınız. Mən bilmirdim ki, bu tamaşadan sonra səhnə aparıcısı, Respublikanın əməkdaşısı, prezident mükafatçısı olan Mehriban Xanlarvanı bu tamaşadan sonra sabahsı işdən azad ediblər. Bu kasıldığımla utanmıram. Mən kasıbam. Evdə 10 nəfər yaşayırıq. 10 nəfər, bax, bu otaqda yatırıq. Xoşdur mənə. Mənə xoşdur. Amma teatr mənim ikinci evim idi. Uşaqlar burada yatanda mən tez qaçırdım teatrda. Bəlkə də kresloda oturub mürgülüyürdüm. Yorğunluq hiss eləmirdim. Oynayırdım. Bu heç. Onu qoyuram. Amma prezidentimiz deyib ki, məmurların öz başladıqlarını mətbuat vasitəsilə mənə bildirin. Teatrımızın direktoru, qoy onu deyim, İlham Əskərova ərzə vermişdim. O ərzəni siz görmüşsünüz. Mən onu paylaşmışam. Necə var, elə də paylaşmışam. Yazmışdım ki, ayın 23-də ki, məni xahiş eləm işdən azad edəsiniz. Və altında da yazmışdım ki, Mehriban Ələkbərzadənin haqsızlıqlarına görə, Mədəniyyət Nazirliyinin Adil Kərimlinin bu haqsızlıqlara göz yumduğuna görə məni işdən azad edəsiniz. Bu cümləni də qeyd eləmişəm. İlham Əskərov, mən buradan sizə müraciət edirəm. Siz məni niyə işdən çıxartdınız? Mehriban Ələkbərzadə bir ildir bütün ərzələr, izahatlar, kimə neyniyib, kimə neynəmiyib, polislər gəlib teatra, adi fəhləyə deyir ki, sən fəhlələrin yanında deyir ki, mən küçədə də itə pişiyə can deyirəm, gəlirəm bunlara da can deyirəm. Başa düşmürəm. Mən bir onu bilirəm ki, Mehriban Ələkbərzadə Zooparkla Akademik Milli Dram Teatrını səhv salıb. Bunu deyirəm. İlham Əskərov, siz bu boyda haqsızlıqlara qarşı neçə dəfə davalar düşdü. Mehriban xanım Ələkbərzadə şəxsən özü yaratdı o davaları. Hücumlar oldu aktyorların arasında. Polislərə düşüldü. Yenə də deyirəm, izahatlar yazıldı. Bizi təhqirlər elədi. Şəhid qızına daha nələr dedi. Niyə Mehriban Ələkbərzadəni çıxartmadın İlham Əskərov? Siz də qorxdunuz Fərəh Əliyevadan. Siz də qorxdunuz Fərəh Əliyevadan qol çəkdiniz. Mən imzamı. Axı, niyə iclas eləmədiniz? Niyə yığışmadınız? Niyə yığışmadınız? Niyə yığışıb demədiniz? Niyə mənim müzakirə eləmədiniz? Yaxşı, indi sizin əlinizdə bir dənə fakt var ki, sən özünü ərzə yazmışsın. Azı bu ərzəmin altında da yazmışdım da, Mehriban Ələkbərzadənin haqsızlığına. Nazirlikdə gedən öz başlanıqlara görə. Nazir niyə qorxurdu? Nazir də belə çıxdı da, çıxdı ki, qorxdular. Başıma dönün. Budur mənim, bax, dərdim. Məni buna görə işdən çıxardıblar. Bax, buna görə çıxardıblar. Mən yenə də deyirəm sizə, prezidentimə arxalanıb və onun açıqlamasına görə, söz azadlığıma görə, hüququma görə mən ərzəni yazmışdım. Amma ərzənin altında da qeyd eləmişdim. Ay belə, baxson, Fərəh Əliyevanın həyat yoldaşından tutmuş, qohumu, ağrabası, rəfiqəsi, hamısı, gedin araşdırın, qoy araşdırsınlar. Hamısı vəzifədədir. Böyük xanımı gətirdi qoydu, adı indi Beyla xanımdır, o kimisə çıxartdı, baxçını qoydu. Cahangir, yaxşı, 65 plusdan danışırıq. Bu elə bəyəm kasıb aiddir. Hə? Kasıb aid deyil ki. Hər bir məmura aiddir. Nə yaxşı, 65 plusdan yaşda keçib, İstir institutunda, istir orasında, burasında çox yerlər araşdırın. 75 yaşında, 70 yaşında insanlar var ki, işləyirlər. Niyə? Bunların hamısının arxasında Fərəh Əliyeva dayanıb ona görə? Niyə qorxuruq?